Rəcəb ayı fəzilətli aylardandır. Bu ayda bizə çoxlu tövsiyə olunub. Məsum əleyhissalam buyururlar ki, bu ayda çoxlu istiğfar eləyin. Bu ayda istiğfar çox tövsiyə olunub. İnsan bu ayda tövbə eləsin. Bu ayın, bu gecələrin orucları var. İnsan oruç tutsun. Eləyə bilirsən bir gündə olsa ayın əvvəlindən, ortasından, axırından neynə? Oruç tut. Bu ayın əməlləri var. Özünün məxsusi namazı var. 2 rükət namazı var. O namazlar qılınmalıdır. Bu aylarda buyurur, xüsusi istiğfara diqqət edin. Xüsusi. Bu aylar 90 gün, əgər Rəcəb ayı, Şəban ayı, Ramazan ayı 90 gün insan üstündə, nəfsinin üstündə işləyə bilsə, o insan həqiqətlərə yetişər. O insan Allaha tərəf hərəkətdə neyniyə bilər? Sabit dayana bilər. O insan şeytandan yaxa qurtara bilər. Əgər bu 90 gündə neynəsin? Diqqətli olsun.